Sosyal medyalar var, ev yıxıb. Məhv eləyib ailələri. Sosial şəbəkə ilə dost tapırlar. Sosial şəbəkə ilə özlərinə xanım tapırlar. İnciməsin məndən xanımlar. Boşanmaların səbəbini mən araşdıranda gördüm ki, qızlarımızın, oğlanlarımızın çoxu 1 ay, 3 ay, 5 ay, 8 il, 1 ildən sonra boşanırlar. Niyə? Deyir, sosial şəbəkələrdən, Facebook'dan, TikTok'dan tapmışdım. TikTok'dan tapılan qız və ya oğlan 1 ildən artıq olmayacaq. Instagram'da tapılan oğlan qız o sənə xanım ola bilməz. Mən sübut eləyirəm bunu. Kimsə dursun, yüzlərlə insan var burada. Desin ki, mən sosial şəbəkədə oğlum üçün qız tapdım, 10 ildir mən. Bu şey yoxdur, ya absurddur, yalan söhbətdir. İllərlə zamanında bir qızı bəyənmək üçün qapısına gedirdilər, iş yerinə gedirdilər, küçədə onunla maraqlanırdılar, qonşularından soruşurdular, rəfiqələrindən soruşurdular, bu qız kimdir, əxlaqı necədir, özün necə aparır, atası necədir, cəmiyyətdə necədir, sosiallaşma necədir. İndi qardaş tanış oldu sabah elçi, nişan, bu nə yanaşmadı? Bu nə yanaşmadı?